Deməli, balans aparatımızın başqa bir özelliğini də göstərəcəm sizə. Təkəri bağladıq üstünə. Təkəri bağlayandan sonra burada diskini özü avtomatik seçir, ölçür. Əllə ölçməyə ehtiyac yoxdur. Burada balaca maşınlı, böyük maşınlı, yük maşınlı, güllə keçsin təkərlərdə özünü seçirsən. Bizdə sedan olduğu üçün sedanı seçirik və keçirik burada full balansa. Full balansa vurduk və özü lazer ölçəcək, təkərin nə problem varsa bizə deyəcək. Fikir verin, hal-hazırda lazerlər ölçür, təkərin diskinin nə problem varsa onun üçün. Lazerlə balans budur. Hal-hazırda lazerlər ölçür, təkərin problemi, nə problem varsa onu göstərəcək. Ölçəndən sonra monitorda yazılır, təkərdə problem var, təkər içdən yeyilib görsən, yazılır ki, içdən aşınma rot ayarını kontrol et. Yəni deyir ki, təkər içərdən yeyilmə var, razvalına baxdırın. Sonra keçirik ölçülərinə baxmağa. Burada hal-hazırda təkərin işborunu göstərir, burada işborun qalınlıqlarını göstərir. İşborun burada qalınlığı neçə millimdirsə, burada da işborun qalınlığını göstərir ki, çöl qırağında bu qədər qalınlıq var, içəri qırağında bu qədər qalınlıq var. Şimdi keçirik diskimizin içərisinə baxmağa. Burada diskinin içəri tərəfini göstərir, içəri tərəfində əyrilik varsa onu göstərir. Diski qaradır, tam görünmür. Burada keçirik diskin çöl tərəfini göstərir. Diskimizin çöl tərəfidir. Fırladırıq çöl tərəfini. Diski də qırıq, çatlaq olarsa görə bilirik. Sonra keçirik ümumi təkərə baxış eləməyə. Burada təkərin ümumi baxışını göstərir. Problemlər olarsa problemləri, simlərində zədə var. Bu təkər hal-hazırda havası boş sürülüb. İçərdən simlərində zədə var. Onu ox işarələri ilə göstərir. Həmin problemlər də burada yazır. Və bunu diskinin ürəyin istəyən tərəfə çevirib baxmaq olur. Sağına bax, soluna bax. Arasında nə problem varsa onu görmək olur. Problemlərini gördük, bildik. Qısa keçirəm ki, video çox uzun olur yoxsa. Sonra nə qədər quruz istəyir, quruzunu yapışdırırıq, fırladırıq və salam. Təkərdə atlanma varsa atlanmasını göstərir. Təkərdə atlanma var, diski də fırlatmaq lazımdır. Nə boyda fırlatmaq lazımdırsa onu göstərir. Yəni ehtiyac yoxdur ki, təkəri bağlı orada, gəl burada otur, söhbət elə, özü nə lazımdırsa onu göstərəcək ki, bunu elə, bunu elə.